46. Sərtliyi 600 Newton bölək metr olan çəkisiz yayın yüksüz və yüklə birlikdə vəziyyətləri təsvir edilmişdir. Tarazlıqda olan sıxılmış yayın üzərindəki cismin kütləsi 3 kiloqramlarsa yayın uzunluğunu hesablayın. Baxın, yayın uzunluğuna bir x desək, gördüyümüz kimi başlanğıcda yük olmayan vəziyyətdə yayın uzunluğu x-dir. Sonra isə m kütləli cisim yerləşdirdikdən sonra yay sıxılaraqdan yayın uzunluğu oldu 20 sm. Əlbəttə ki, mən buradakı delta x-i, yəni nə qədər sıxıldığını tapmaq istəyirəmsə də x-dan çıxacağım 20 sm. Gəlin santimetrdən metrə keçək olacaq 0,2 metr, 20-ni 100-ə bölürük. Bu da oldu deməli x çıxılsın 0,2 metr. Həmçinin sərtlik verilmişdir. K bərabərdir 600 Newton bölək metrdir. İndi burada ağırlıq qüvvəsi var m kütləli cisimə təsirdən aşağıya doğru mg. Bəs elastik qüvvəsi hara yönələcək? Əlbəttə ki, tam əksinə doğru yönələcək. Elastik qüvvəsi də yuxarıya doğru. Burada bu cismin F elastikliyini bərabər götürəcəm mg-yə, əks olduğundan. Aha, elastiklik qüvvəsinin düsturu K vurulsun delta x bərabərdir m vurulsun j-yə. Bizdən nəyi soruşur? Yayın uzunluğunu soruşur. Gəlin əvvəlcə delta x-i tapaq, sonra yayın uzunluğunu x-i taparıq. Aha, delta x bərabər olacaq mg bölək k-ya. Buradan kütləmiz 3 kiloqramdır, 3 vurulsun. J-nin qiyməti 10 bölək k-da 600-dür. Sıfırlar ixtisar getdi. 60-da 3, bu bizə verəcək 20-də 1. 20-də 1 də 0,5 metrdir. Santimetrə keçsək olacaq 5 santimetr. Gəlin indi bax burada delta x-in qiymətini yerinə yazaq və x-i tapaq. Delta x-a tapdım 5 santimetr. Deməli 5 bərabərdir. X çıxaq 20-yə. Buradan x-i tapanda olacaq 20 üstə gələk 5, 25 santimetr. Deməli yayın başlanğıcda uzunluğu olmuşdur 25 santimetr. A bəndi doğru cavabdır.